Bəhailər və yaxud Babilər Xatəmün Nəbiyyin ifadəsini təhrif edərək demişlər ki, Xatəmün Nəbiyyinin ifadəsi Peyğəmbərliyin bitməsi deyil. Ola bilsin, Nəbi gəlməyəcək, amma Rəsul gələ bilər. Amma nəzər almaq lazımdır ki, Quranda hər Rəsul Nəbidir, amma hər Nəbi Rəsul deyil. Başqa sözünü desək, bir insanın risaləti olması üçün nübüvvəti olmalıdır. İndi nübüvvət sona çatıbsa, risalət heç bir formada gələ bilməz. Və Qur'an-ı Kərimdə İslam Peyğəmbəri Xatəmun Nəbiyyin sifəti ilə yad olunur. Yəni, nəbilərin sonuncusu. Və xatəm sözü lüğət etibarı ilə sonuncu, sonlandıran bu mənalardandır. Belə olan halda İslam Peyğəmbəri ki, artıq nəbilərin sonuncusudur, demək, rəsulların da sonuncusu hesab edilməlidir.